Həzrət Əli əleyhissalamın namazı necə namazı idi? Söz yox, namazı meyrac idi. Amma Əlinin bəlaya səbri onun namazından böyük ibadətidir. Əlinin bəlaya səbri, bəlaya şükrü. Başına nələr gəldi bilirsiniz tarixdə. O ki səbr elədi, onun ən böyük ibadəti odur. İmam Həsənin namazı, orucu, həccə getməyi, nə qədər piyada həccə gedib. İmam Həsənin ən böyük ibadəti onun sülhüdür. Sülhdə tənələr gəldi dostlardan. Dostlar tənə vurmağa başladı. Hücr kimi adam, Süleyman ibn Sürət kimi adam, dostlar dedilər, ətrafı dedi ki, ey möminləri zəll eləyən, müminin tənəsi qədər ağır şey yoxdur. Düşmənin tənəsi yox, mömin tənə eləyəndə çətindir. İmam Həsəni qərib qoydular bu şəkildə ki, ətrafı başladılar ki, sən onunla sülh bağladın və sən möminləri baş aşağı elədin. Hey tənə vurdular. İmam Həsənin səbri onun ən böyük ibadəti idi. İmam Hüseynin də ən böyük ibadəti onun aşurası idi. Biz ki, məsumun ibadəti vasitəsilə Allaha tərəf getməliyik. Məsumun da ən böyük ibadəti onun bəlasıdır. Deməli, ən böyük bizi Allaha çatdıran vasitə nədir? Aşuradır, Kərbəladır.